Salam aleykum değerli izleyiciler. Size Qabaqçöl kəndində gözəl bir əmlak təqdim etmək istəyirəm. Gördüyünüz bu yol həmən əmlaka yanından keçən yoldur. Birbaşa yol üstü əmlakdır. Yaşayış evidir, həyətyanı torpaq sahəsi və pay torpağından ibarətdir. Gördüyünüz belə bir yol üstündə yerləşən gözəl bir əmlakımızı sizə təqdim etmək istəyirəm. Değerli izleyiciler, təkrar edirəm. Deməli, əmlak Yeni Şərif kəndində yerləşir. Qabaqçöldə Yeni Şərif kəndində. Birbaşa Yeni Şərif kəndinin icra nümayəndəliyinin yaxınlığında yerləşir. Və bura qəsəbə Sovetliyindən, qəsəbədən 2 kilometr məsafə var təxmini. Gözəl bir asfalt yolu olan belə bir yerdə yerləşən həyətyanı torpaq sahəsi və 2 mərtəbəli yaşayış evindən ibarətdir. Həyətyanı torpaq sahəsinin və evin daxili görünüşlərini mən sizə təqdim edəcəyim. Değerli izləyicilər, daxil olduq həyətə. Birbaşa həyətə tək qapıdan giriş var. Tək qapıdan girişdir. Giriş birbaşa navesə daxil olursan və navesin başında bir otaqlı yaşayış üçün otaq var. Müxtəlif məqsədlər üçün də oturmaq üçün, istifadə etmək üçün otaq var. Yay üçün nəzərdə tutulub naves və navesin yan tərəfində belə 2 mərtəbəli yaşayış evi var. Gördüyünüz bu həyətyanı torpaq sahəsidir. Gördüyünüz küt qapı həyətə daxil olmaq üçün, maşın girmək üçün dəmir darvazalardır. Hasarıdır və bu başdan da belə navesin altına birbaşa tək qapıdan daxil olmaq olur. Değerli izləyicilər, gördüyünüz bura həyətyanı torpaq sahəsidir və qarşıda görsənən hasardan o tərəf pay torpaqlarıdır. Ümumilikdə burada həyətyanı torpaq sahəsi 10 sotuqdur. Pay torpağı 25 sotuqdur. 60 sotuq da burada bələdiyyə torpağı var. İcarə müqaviləsi ilə istifadə olunur. Yəni bu yerin sahibinə məxsusdur. Bütün burada görsənən torpaq sahələri. Mən indi sizə həyətyanı torpaq sahəsini göstərirəm və evin daxili görünüşünü sizə təqdim edəcəyim. Ondan sonra yəni pay torpağını və orada əlavə olan bələdiyyə torpağını mən sizə təqdim edəcəyim. İlk öncə də mən sizə göstərdiyim kimi navesdir. Navesin başında otaqdır. Bu yay üçün nəzərdə tutulub. Və birbaşa da evdən çıxış yağışda, qarda navesin altından gedərək yola çıxmaq olur. Belə bir gözəl şəraiti olan gözəl bir ev, həyətyanı torpaq sahəsidir. Mən evin daxili görünüşünü sizə təqdim etmək istəyirəm. Daxil olduq evin birinci mərtəbəsinə. Belə bir birinci mərtəbədə belə bir otaq, zal otaq kimi otaqdır. Bu otağın baş tərəfində əvvəllər məsələn kombi olmurdu. Belə bir atapleniya peçi quraşdırılırdı və buradan atapleniya isidilirdi. Yəni bunu çöyürüb kombi sistemi də etmək olar və buradan gördüyünüz kimi bütün kanalizasiya, santexnik qurğular gedir və sudur, qazdır. Bütün qurğular bu birinci mərtəbədən gedir. Və burada rakvinası və belə bir otağı qazan qab yığmaq üçün və buradan daxil oluruq digər tərəfə.
və bu orta otaqdır birinci mərtəbədə. Bura birbaşa qabaqdan dəmir qapılardır. Qapılardan daxil olursan, dəhliz hissəsidir birinci mərtəbənin. Qapı bağlı olduğuna görə yan qapıdan daxil olduq bura. Və bu pilləkənlər ikinci mərtəbəyə qalxan pilləkənlərdir. Taxta materialından işlənib, çox gözəl şəkildə şabalı taxtasına oxşuyur. Və bir də belə bir zal otaq var birinci mərtəbədə. Gördüyünüz kimi qaz turbaları gedir və belə bir zal otaqdan ibarətdir. Deməli, burada 3 dənə otaq var. Ortadakı otaq pilləkən üçün nəzərdə tutulub. Yan tərəfdə belə bir zal otaq və başda kombi sistemi üçün, atapleniya peçi üçün və qazan qab saxlamaq üçün otaqlar. Və indi daxil olduq dəhlizə və buradan pilləkənlərdən qalxırıq ikinci mərtəbəyə. Gördüyünüz kimi ikinci mərtəbəyə qalxırıq. Dəyərli izləyicilər, qalxdıq ikinci mərtəbəyə. İkinci mərtəbədə bu gördüyünüz pilləkən qəfəsəsidir və burada balkon kimi istifadə olunub pilləkənin yan tərəfindən və belə gözəl sürahıdan əhatə olunub. Buradan qapı qoyulub çölə. Burada balkon nəzərdə tutulub. Və pəncərədən belə gözəl həyəti görsənir. İkinci mərtəbədə 3 otaqdan və kuxna hamamdan ibarətdir. Birinci belə qalxanda ikinci mərtəbəyə belə bir zal otaq. Burada əşyalar saxlanılır, yaşayış yoxdur. Gördüyünüz kimi divan kreslosu və bütün döşək yorğan burada saxlanılır. Yaşayış olmadığına görə. Və digər başda yenə belə bir otaqdır 4-ün 5-ə atapleniya sistemidir. Gördüyünüz kimi əvvəllər belə çubuq materialdan atapleniya sistemi quraşdırılırdı. Və buradan yenə daxil oluruq digər otağa və belə bir yenə otaqdır burada, taxtı, güzgüskü və belə şifoneri. Burada xaladelniki. Yəni, yaşayış olmadığına görə istifadəsiz durur. İkinci mərtəbədə də 3 otaq, kuxna hamamdır. Belə girişdə, belə kuxna üçün bura nəzərdə tutulub bu otaq. Və kuxnadan keçirsən hamama, sanzel otağına və gördüyünüz kimi belə vannası və girişdə soyunub geyinmə otağı və burada rakvinası. Tam hazır vəziyyətdə gir yaşa evdir. Polu taxta materialından, tavanı belə kraskalanmış, təmir olunmuş evdir. İndi çoxdandır bura təmir olunmayıb. Yəni, buranı almaq istəyən, bura sahib olmaq istəyən adam buradan, yəni ki, özü istədiyi formada buranı təmir etdirə bilər.
Belə bir gözəl 2 mərtəbəli yaşayış evi satışa çıxarılıb. Yəni ev barədə, əmlak barədə maraqlanan hər kəs bizimlə əlaqə saxlayıb bizdən geniş ətraflı məlumat əldə edə bilər. Dəyərli izləyicilər, mən sizə həyətyanı torpaq sahə və ev barədə məlumat verdim və təqdim elədim. Gördüyünüz kimi qarşıda görsənən pay torpağıdır, fındıq bağıdır. Yaşayış evi, həyətyanısı və yan tərəfdə də elə bir fındıq bağı olan gözəl bir əmlakdır. Fındıq bağı tam uzanır qonşu sərhədinə kimi. Burada 25 sotux paydır, 60 sotux bələdiyyə torpağı icarə müqaviləsi ilə icarə pulu keçirilib və belə bir mülk, təkrar edirəm, satışa çıxarılıb. Belə mülkdən tanış olmaq istəyən və belə mülkə sahib olmaq istəyən hər kəs bizimlə əlaqə saxlayıb geniş məlumat əldə edə bilər. Dəyərli izləyicilər, göstərdiyim əmlak, təkrar edirəm, Balakən rayonu Qabaqçöl kəndində, Yeni Şərif adlanan kənddə belə bir mülk, əmlak satışa çıxarılıb. Bizimlə əlaqə saxlayıb əmlak barədə geniş məlumat əldə edə bilərsiniz. Dinlədiyinizə görə sağ olun. Videoları bəyənib kanalımıza abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın.